Nərmin Canlı da onu söyənlərə əsəbləşdi. Bunlar deyirlər, mən ömrü boyu TikTokda dilənməli idim. İnsan xalqa bir dəfə, iki dəfə sığınar. Xalq sənə deməz ki, əlin ayağın var, get əziyyət çək, işlə. O demək deyil ki, əlsiz ayaqsızla ailə qurmuşam, mən də onun böyründə oturub onun kimi həyat sürməliyəm. Xeyr, əksinə mən güclü olmalıyam. Siz məni söyürsüz, ağzınıza gələni deyirsiniz. Mən yenə də güclənirəm. Mənim haqqıma girənlər, məni yaradan Allah bugünkü gün məni yıxmayıbsa, siz məni söyənlər, siz heç kimsiniz. Camaat gözün yumuyub mənə baxanda, mən gedib əziyyət çəkib pul qazanmışam. Mən bu TikTok platformasını özüm üçün qazanc yerinə çevirməmişəm. Mənə deyirlər kəndçi, varoş, əyrimçi, ayağı əyri. Yaxşı ki, bu şablon sözlər var, yoxsa neyniyərdiniz? İndi insanların geyiminə, keçiminə, tutusuna, əlinin telefonuna, ayaqqabısının markasına qədər baxırlar. Bahalı geyinmisənsə, sən deməli bahalı insansan. Ay məni söyənlər, o söhbət anavızın, dədəvizin dövründə qaldı. İnsanı geyimi ilə qarşılayıb ağlına görə yola salmaq indi elə söhbət yoxdur. Hər nəyəm, soğan satmışam, qutab satmışam, yaxşı eləyib satmışam. Mən də bir vətəndaş kimi xalqımın xidmətində dayanmışam. Qutabımı yeyəndə sıraya düzülürdünüz. Afərin deyirdiniz, namuslu qadın deyirdiniz. Son 2 ildə dəyişən nə oldu ki? Onda belə çıxır ki, Azərbaycanda bütün botoks əməliyyat edən qadınların hamısı yolundan azmış qadındır. Və daha nələr dedik, gəlin videoya baxaq. Bəyənib kanala abunə olmağı unutmayın. Ana da ancaq işləyir. Ay bacı, mən anaya demirəm, işte qurban olum. Ay evinizin işin kim görür? Ay Allah, qurban olum. Mən mamamın ürəyində bu boyda aparatım var. Valla özümün aslında deyir bu. Mən özüm elə bilsin ki, Allah mən deyir ki, oturma. Yox, otursun. Əvvəldən eləcəyəm, qız vaxtından ta ki, indiyə qədər mən beləcəyəm. Siz narahat olmayın. Mən işlədim, işləmədim. Gördün bacı. Onun ürəyində stenti var. Ona oturmaq olmaz. Hərəkət edir. O ev silmir, dizin yerə atmır aparatı. Bax, o ev silmir, o heç nə eləmir. İnan Allah, evdə ancaq belə bir damcı yemək. Gördünüz, mən saat 3-ün yarısına qədər yemək bişirirdim. Elnuru göstər, ərimsən göstərim, bir-iki nəfərin gözünə su gəlsin. Salam olsun anne. Ədə effektimə ki. Yanan qız da buradadır. Mələk qolğu da göstər, sağalır. Bax, dualar eləyirlər sənin üçün, xala qurban. Ayını tuturmuşam, ben buna. Bax, görsən. Onun üzündə çilə-çilə deyirlər, üzündə qalmır. Bunun hərfi qalır. Qalınlıq hərfi. Nərminin başı. İşləmək onda, əlbəttə işləmək xeyirdir də, dedi də. Dedi, həkim ona dedi ki, ona hərəkət lazımdır. Ona kökəlmək olmaz, Ağır şeylər götürmək olmaz, amma ağır olmaz. Ona görə mən evdə bahalı qəfədanları yığışdırmışam. Heç çayniklər var, böyük, tefal, xalqın arvadları işlədən modnitsa, oliqarxların çaynikindən, ondan mən də almışdım təzə evə köçəndə. Sədərəkdən gedib almışdım, 70-80 manatlıq çaynik. Harda da su çaynikimiz. Ona belə yığışdırmışam, gedib gönə çaynik almışam evə ki, yüngül bir şey olsun. Mama o qaranı da yığışdıraq, o da ağırdı. Çox sağ olun, necəsiniz? Benim çok sağ ol. Niyə? Bacım qızı da, hə, yanan uşaqdır da, o alovdan yanmışdı. Təbii ki, hadisə insanın başına bilərəkdən gəlmir, bilməyərəkdən gəlir. Ümumiyyətlə, insanın bu həyatda elədiyi səhv onun ya ağılsızlığından irəli gəlir, ya da ki, Bize bağlayın. Bağla. Məlim, bir də göstərim yola. Allah haqqı, onu bağla bir damcı. 5-10 dəqiqə göstər. Bir saniye. Ay daha yine burası kanıyıb. 15 yaşından. 16 yaşında əməliyyat olacaq. O üzü yanmışdı, saçsız adı yanmışdı onun. Üzü, gözü açılmırdı. Dur bağlayayım. Hə, can, başıva dönüm. Qulağı, hər yeri yanmışdı. Bütöv, buradan beləsi. Biraz üstə, buradan belə. Eləmə bacı, paylaşma, lazım deyil. Əlvə at işlə qoldu. Üzü büyük işləri də. Evdə, alovdan. Alov qapıb. Seyirdə. Nə indi bacımın qızı. Alov saçından alıb. Hə, bir şey yaxın Buradan elə. belə yandırmışdı. Bacı neçə gün göz açılmadı? 21 günləri sağaldı da. Yox, gözü neçə gün Bir açıldı? həftəyə açıldı, bir həftəyə açıldı da. Gözü bir həftəyə açıldı. Sizdə qalır xeyir, öz evində. Öz evində. Altı bazarlar mən gətirirəm. Gəlmişəm. Gəlib şirniyyət pişirir. Təəssüflər olsun ki, bu pişirəməyəcəm. Bizdə şirniyyat uşaqlar yeməyi Bəli, mağazadan almalı yemirlər. Yaşayır. Elə sırağa gün yola salmışam, buradaydı. Gəldi, gördüm, qulluğunda durdum, yola saldım anamı, getdi kəndə. Narahat olmayın, görürəm anamı. Biz heç kimə məcbur eləmirik.
Bizə gəlməyin, bizə getməyin. Bizim qapımız hər kəsin üzünə açıqdır. Hər kəs gələ də bilər, gedə də bilər. Qəlbi təmiz olan insan yaxşı insanların yanında olur. Qəlbi kinli, paxıl. Bacımın evi yoxdur, kiraya qalır. Gözəl görən gözləriniz var olsun, əzizlər. Onsuz da müvəqqəti dünyadır, burada hamı kirayədir. Biz də sizi sevirik, biz də sizi sevirik. Məmmədzadə 061. Çox sağ ol. Azəri Ebru, o nə deməkdir? Fikir üzün əksəndə. Qardaşın yoxdur, xeyr, iki bacıyıq. Alovdan yanıb, salam bacı, əleykümə. Qazı yandıranda üzün gözün alov tutub. Qəşəngləşmisiniz, təşəkkürlər. Bütün üzün əməliyyatdır, xeyr. Mən üzümdə heç bir əməliyyatım yoxdur. Bir dənə burnum estetikdir, füsü. Qalan yerlərimin hamısı üzümdən söhbət gedir, ha. Qalan üzümdəki olan prosedurlarım kosmetoloji prosedurlardır. Amma qaldı ki, bədənimdə əməliyyatım var, bəli. Mamaya qəşəng sportivlə. Mamanın şkafı doludur sportivliyinə. O göydəki Allahıma and içirəm. Və Cəmil getsin buradan mənə dua eləsin, onu da burada adını çəkirəm. Ucuzluq 49 razində. Cəmildən mən mamama girəndə 2-3 ədəd sportivini alıb Almırsan, gətirirəm. onun dərsini götürüb bura gətirsən, mama evdə geyinir, bəyəndiyində, bəyənmədiyində aparırıq. Qurana and içirəm. Prosta istəmir. Geyimi budur onun. Mən dəfələrlə deyirəm. Bax, keçən dəfə də canlıda dedilər, mən onunla dalaşmadım. Onun üstündə biraz çobud danışdım ki, geyimi düzəlt. Mənə ağızlarına gələni deyirlər ki, Bu yüngüldür, nə mi? görsən burada mənə görə nə deyirlər? Deyirlər özün geyinirsən, keçinirsən, amma bu geyindirmirsən. Mən yüngül istəyirəm mən. Mina necəsən ürəyim? Benim açım şoneli göstərdim sizə. Görün nə gözəl. Ərin anı, ərim oturub stolun başında, Mayka ilə Tumuşla. Aynen, Maykan dedim, bəs orasını. Nə dedim ki, mən neyim? Ərimi soruşana nə deməliyəm mən? Mən deyirəm o neçə dəfə ərə gedib, neçə də uşağı var. Yenə sağ tərəfimdədir. Cəmaət hər şeyə qarşı. Cəmaət deyil ürəyim. Bir-iki dənə o burnu özlərinə bir ay Natiq Qarayev. Bu burun əməliyyatını biraz ucuz elə. Bu burnu uzunlar gəlib kəstirsin də burnunu. Qurban olum. Burnu uzun, gözü əyri, qaşı əyri, həyatı dombala quş. Həyatı pərçim olmuş, həyatı dağılmışların hamısı gəlir hirsin bizim üstümüzə tökür. Evet. Sizin canlıda gördüyünüz budur. Görmədikləriniz var bizim həyatımızda. Çətinli, keşməkeşli, zülümlü, zillətli. Biz elə lup deyə gəlib belə bərli bəzəkli oturmamışıq burada. Başa düşdün ya yox? Bura qədər də. Siz xoşbəxtliyinizdən bəzənib ərinizin böyründə rayonlar gəzəndə Nərmin bu kosmetikanın üzünə çəkib gedib 5 dəfə paltar geyinir. Videolarda da o üzünə tüpürürsüz, silir, bu üzü qalır, bu üzündə tüpürürsüz. Faktdır da, yəni fərqimiz budur bizim. Bəzəndin, düzəndin, xoşbəxtsən. Hardan xoşbəxtdir, hardan? Bu təbii ki, mütləqdir. Biz mütləq geyinməliyik, keçinməliyik, özümüzə baxmalıyıq. İndi bu zəmanədir. Mənim rəhmətli qaynatam deyirdi ki, mənim dövrümdə insanın cırıq əqqapısı ilə qarşılayırdılar, stolun başında otuzdururdular. İndi üstündə cındır günündə geyim varsa, sən özün də cındır hesab olunursan. Amma sən özün cındırsan, yaxşı geyim geyinirsənsə, sən nəsən baş tacı. İndi insanları geyiminə, duxsuna, sürdüyü maşına, əlin telefonuna görə qarşılayırlar. Ayaqqabıva qədər baxırlar sənin. Ayaqqabının markasına baxırlar. Bahalı geyimirsənsə, sən bahalı insansan. Zırt burada olasan elə bahalıdır. Tökülüb elə bahalı. Yox. Kendi ayağımını... O söhbət qaldı sizin ay xanımlar, ay məni söyənlər, dədövüzün, anovuzun, babavuzun, nənövüzün dövründə qaldı. Geyimi ilə qarşılayıb ağlına görə yola salmaq. İndi o söhbət yoxdur. Allah qaynatamı rəhmət eləsin, qaynatamın sözüydü o. Deyirdi ki, insanları bizim dövrümüzdə biz kolxoz kişilərinə zülüm çəkirdilər. Şalvarı geyinirdilər, qarşı buralarına qədər bağlayırdılar. Bir dənə də odunçuq köynəkləri var idi, kletkalı. Kişi idilər, yolar kişi. Bu günləri zarafatla da gəlib deyirlər. Zərafat eləyirlər bir-birlərinə. Cadəni bozbaş nədir ki bozbaş? Yeməkdir də. Kolxozsan sən başdan ayağa. Kətçi sən. Düzdürsüz. Deməli lasinci inirəm də bacım, mağazada paltar təqdim edirəm də lasin əyrimçə, ayağı əyri, ayağın arasından tır keçər, qatar keçər. Özləri o qədər tıra minib düşüblər ki, tır da bilirlər nədir. İndi dünənləri geymişəm oversize də nabuk köynək toxunma. Aha, kitabçı stilin tapdı. Hələ sənə yaraşan budur. Kətçi, varoş, yaxşı ki şablon sözlər var. Olmasaydı neyini yerdik? Qur'an and olsun.
Varoşum mən asıl. Bunlar deyirlər ki, sən 5 il bundan qabaq harda toyun olmuşdu, kimə sığınmışdınsa, doğduğu da ömür boyu qarnın belə dombalanıb doğana qədər də burada dilənməliydin. Yağ pulatun, şor pulatun, ərmin ələyə qırıqları pulatun. Boş şeydir. İnsan xalqa bir dəfə sığınar, 2 dəfə sığınar. Xalq sənə deməz ki, əlin ayağın get, əziyyət çək işte, kimin balasından əssiyə və yaxud da artıqsan. Bu günləri mən o demək deyil ki, əlsiz ayaqsızla ailə qurmuşam, mən də onun böyründə oturub onun belə pis çıxmasın, onun kimi həyat sürməliyəm. Xeyr. Əksinə mən güclü olmalıyam, mən daha da güclənirəm. Qurana and olsun, bax, 2 balamın canından olsun. Siz məni söyürsünüz, siz məni təhqir eləyirsiniz, ağzınıza gələni deyirsiniz, ha. Vallahi mən yenə də güclənirəm. İnanın, inanın səmimiyyətimə, istəyirsiniz inanın, istəyirsiniz gülün, istəyirsiniz məni necə istəyirsiniz elə də tanıyın, ha. Siz bu gün məni yaradan Allah yıxmayıbsa, siz heç kimsiz. Söhbət məni söyənlərdən gedir. Burada ümumi yox. Burada 4000-dən 5000-dən çox yuxarıdan bizə adam baxır. Canlıda elə fakt 3200 adam var. Siz heç kimsiz. Söyənlər, gəlib negativ yazanlar, belə mənim o anamın ürəyindən su içəsiz. Bu gün mənim haqqıma girənlər, saat 6 tamamdan oturub əziyyət çəkib, belə pis çıxmasın. Camaat gözünün poxun yumayıb, yerin içindən buradan mənə baxanda mən gedib əziyyət çəkib pul qazanıram. Hansı ki mən bu TikTok platformasını özüm üçün qazanc yerinə çevirməmişəm. Yeri gəlsə o ərdən məndə də var. İçi yox, əli yox, içi ayağı yox. Bir ömür boyda xalqın dəstəyinə ehtiyac olan ailələrdən biri də mənəm. Birinci qrup ömürlük müddətsiz əlildir. Başa düşürsünüz ya yox. İş qüvvəsi yoxdur, evindən çölə çıxıb işləyə bilməz, heç kim ona iş verməz. Bugünkü gündə mən oturub axşama qədər Minnuru bura, Ümidi bura qoyub mən dilənməliyəm burada. Amma mən onu eləmirəm, imkan verin də. Hər nəyəm, soğan satıram. Yox, soğan satıram, kartof satmışam, qutab satmışam, nə bilim, nehrə yağı satmışam, yaxşı eləyib satmışam. Mən də nə olsun ki, mən də bir vətəndaşımın xalqımın xidmətində dayanmışam da, qulluq eləmişəm. Gəliblər, nə oldu, qutabımı yeyəndə sıraya düzülürdünüz. Afərin deyirdiniz, yaxşı qadın, namuslu qadın deyirdiniz. Son 2 ildə dəyişən nə oldu ki? Onda belə çıxır ki, Azərbaycanda bütün botoks əməliyyat eləyən qadınların hamısı yolundan azmış qadındır. Nə oldu ya, hər özünə baxımlı qadın kiməsə görə biri yazıb, ay qız, Instagramda biri mənə komment yazıb ki, bax adama deyərlər ki, özdə belə, skrin eləmişəm, göstərəcəm sənə. Adama deyərlər ki, ərin özdə Primorskidə qalır, sahildə qızı da məzəyə vurub ki, anamın şəklini çıxart, dedim çıxartmıram. Hə, deməli yazıb ki, adama deyərlər ki, ərin şişəsdir, sənə belə geyim keçin, özdə belə tırım şırım lazımdır. Girdim yazdım ki, ay xala, bir ayağın corda, bir ayağın torpaqdadır, sən mən komment yazmağın yaxşıdır. Acığa götürdüm belə şəklini, böyütdüm, qoydum storyaya. Oğlu, qızı yazdı anamın şəklini, dedim çıxartmıram. Altından da bir söz yazmışdı. Bunun həyatında kimsə var, bu özünü kiməsə görə yığdırır. İmenin o sözünə görə. Hə, bəs nə? Yaxşı eləyirəm. Başa düşün, o nə deməkdir? Mən bu gün geyinmişəm, keçirmişəm, o deməkdir ki, mən kiməsə görə geyinirəm. Xeyr. Bəs mənim öz insanlığım, bəs mənim öz qadınlığım, bəs mənim övladlarım. Mən hər gün qızımı bağçaya, məktəbə aparıb gətirəndə hər gün yeni geyimlər geyinib gedirəm. Hər gün. Ki mənim qızıma deməsinlər ki, sən ana niyə pis geyinir? Qapını aç da, bağla da öyümlü. Yox, abunuysan, amma eşidirlər də. Çünki sən qabağa getdin, heç kim valla deyirəm, bacı, sən düşündüyün kimi qabaq deyil o. Qabağa getmək bilsən necə olur? Daha böyük yerlərdə, daha zirvələrdə olur. Qabaq nədir ki? Bu nədir bu adı? Gedib paltar soyunub geyinməyin nəyi qabaqdır? Valla bir 2 addımlıq kabindədir. Köynəyə qaldıranda qolun kabinə dəyir. Yayında, qışında, soyuğunda. Nədir bu? Nədir bu? Kabində paltar soyunmaq qadına qabağa getmək deyirsinizsə, valla sağ əlim məni qınayanların başına. Allaha and olsun. Ay xanım, mən heç kimə pisliyim yoxdur. Mən mərdumazlar insan deyiləm. Mən ömür boyu qadınların, mən 3 gün bundan qabaq bir məclisdə oldum deməyəcəm. Mən o məclisdə elə bir qadının haqqında danışdılar ki, mən onun üstündən gəldim. Mənə dedilər, nə olub sənə? Mənə nə dedilər? Dedilər, sənə nə olub? Mənə dedilər ki, sənə nə olub ki, sən onun tərəfini saxlayırsan? Dedim, danışmayın. 5 dənə qadını idi. Dedim, siz niyə danışırsınız ki? Hamı qadındır da, niyə danışırsınız qadınların haqqında? Dedim, olsun, sən də haqqında danışırlar. Dedim, nə olsun, zato indi sən mənə deyirsən, axı, danışıldığı qədər deyilsən, necə səmimi, necə gözəl qızsan. Dedim, onu da tanısan, onu da o sözü deyərsən, danışma haqqında. Arxası ilə niyə danışırsan ki? Ki, mən danışa bilmərəm, az bir sən nə sözlər bilirəm mən, nələr görmüşəm, nələr eşitmişəm. Neyimə lazımdır?
İşim gücüm qutarıb, canlı açıb kiminsə dalıca danışacam. Ayağı əyri idi, dalı əyri idi, qabağı əyri idi, gözü əyri idi. Neyimə lazımdır? Yaxşı eləyirdi. Bu nədir? Gözələ paxıllıq eləyirsiniz, əyri-ürüyə lağ eləyirsiniz. Vallah.